Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla 5 otaqlı bir 2 mərtəbəli həyət ev çəkib təqdim edirəm. Çəkişə başladı evimizin ikinci mərtəbəsindən. İkinci mərtəbə qalxan pilləkənlərdir. Bax, burada eyvanıdır. Ətraf tam yaşayışdır. Bax, burada məktəbdir, 100 metr arası var məktəblə. Yerləşmə yeri Masazır qəsəbəsində 1-ci ərazi marketdən yuxarı, lider marketə tam yaxın bir ərazi. İkinci mərtəbədə 3 dənə otaqdır. Birinci mərtəbədə 1 dənə. Bax, iri bir, yenə də burada zal. Evimizin ikinci otağı və üçüncü otağı. Pəncərələrin qabağını heç bir maneə kəsib eləmir. Burada hamamın ayağı yolsu, qaz, işıq, su heç bir problemi yoxdur. Düşək aşağıya birinci mərtəbəyə. Evimizin birinci mərtəbəsidir. Bu da giriş qapısıdır. Birinci mərtəbə beton monolit. 2 ilə 1-in arası beton monolit. Yuxarıda da beton kəməri var. Bütün birinci mərtəbə boydan boya istipoldur. Burada da ki, iri bir qonaq otağı. Qonaq otağı pəncərəsi öz həyətinə baxır. İri Amerikanka pəncərədir, şəbəkəyə yığılıb. Tam təmir, gördüyünüz kimi təmir həqiqətində söz yox. Evimiz 2 sot torpaq üzərində tikilib. Evin ümumi sahəsi 200 kvadratdır. İri bir mətbəx. Mətbəxdən də burada öz həyətidir. Əsas həyət qabaqdadır, göstərəcəm sizə. 142.000 manatla satışa çıxıb, 10.000 endirim 132.000 manat var. Bu dəqiqə hal-hazırda qiyməti 132.000 manat. Bir daha göstərir sizə. Həm birinci mərtəbədə, həm də ikinci mərtəbədə pəncərənin qabağı heç bir maneə kəsib eləmir. Evimizin birinci mərtəbədə olan hamamın ayağı yolsu. Bir daha qeyd edən birinci mərtəbə boydan boya istipoldur. Çıxaq evimizin çölünə. Bu da bizim evimiz. Sağdakı ev satılıb. Bu iri ev bu dəqiqə satışdadır. 2 sot torpaq üzərində tikilib. Qapıdan girəndə sağda gülçə əkmək üçün yeri var. Evimiz 5 daş kürsü üzərində tikilib. Bax, belə bir ev. Bu da onun putla idarə olunan darvazası. Bir ki, balaca əl qapısı. Qiymət 132.000 manat. Tam kupçalı. Kim alsa Allah xeyir versin.